Talih Yüzbüyov tez parladı və tez də söndü. Sizcə bu iddia nə qədər doğrudur? Batırmışdım üstündə. Ona görə məncə mən əsəbləşəndə zəhər tuluğu oluram. 3 aktyor deyəcəm. Hikməti çox xoşlayıram. Azər, Səmimi Fərhad. Ümumiyyətlə, mən bəyənmədiyim şeylər haqqında danışmağı xoşlamıram. Ya gərək kinolarımızda heç birində yer adı bildirməyək, ya da özümüzdən yerlər uyduraq. Çəkilən filmdən nəyəsə etiraz olunub sildirilməsi də xoş hal deyil. Hətta baxırsan, iddiası peşəkar tənqid eləməkdir, amma ümumi sözlərlə danışır. Dəmə qoymalıyam əslində, ya belə. Heç nə, qoy, elə də yaşasınlar. Təəssüf ki, belə yaşamağa məhkumsuz. Hər vaxtınız xeyir. Bizim bucaqda növbəti müsahibim Azərbaycanın tanınmış aktyoru Talih Yüzbüyovdur. Siz onu Zəhər Tuluğundan, Orta Səslik Rasim kimi filmlərdən tanıyırsınız və təbii ki, filmoqrafiyası genişdir və yəqin ki, bundan sonra da genişlənəcək. Təxminən yarım saat civarında həm Azərbaycan filminin bugünü, sabahı və dünəni, həm də bir çox onun özü ilə, karyerası ilə bağlı mövzulara toxunacağıq. Hər vaxtınız xeyir Talih bəy, necəsiniz? Sağ olun, necəsiniz? 7-8 aydan sonra nəhayət ki, sizinlə müsahibə ola bildiyimiz üçün yaxşı hiss edirik. Yadıma gəlir ki, biz sonuncu dəfə müsahibə ilə bağlı müraciət eləyəndə Alatava serialı yayımlanırdı və həmin ərəfələrdə mənim ən çox danışmaq istədiyim müsahibələrdən biri siz idiniz. Bir oponent olaraq qarşı tərəf kimi və təəssüflər olsun ki, biz sizinlə əlaqə yarada bilməmişdik və həmin ərəfələrdə heç yerdə açıqlama verməmişiz. Ümumiyyətlə, media açıqlama vermək istəməmək nə ilə bağlı idi? Yox, media açıqlama vermək deyildi. Sadəcə olaraq o yaranmış anlaşılmazlığı uzatmaq istəmirdim. Çünki qarşı tərəfdə yaşda bizdən, sənətdə bizdə böyük olan insanlar var idi. Və əslində onda da bizim etirazımız onların seriala bağlı dediyi deyildi. Yəni, zaten onlar desəydi ki, biz serialı bəyənmədik, pis serialdır, pis aktyorlardır. Zaten heç bir şey cavab verəsi deyildi. Amma orada sırf serialdan yox, şəxsə olan münasibət idi, tərbiyəsi sözünə olan münasibət idi bizdə. O da bir dənə status yazdıq, sonra yenə də belə gördüm ki, bu məsələ ancaq media üçün, media adamları üçün maraqlıdır deyə mən o baxımdan qəsdən hamımız məsələnin uzanmaması və həmin sənətkarlarımızın bir növ vasitə olmaması üçün heç bir cavab vermədim. Bəli, yadımdadır. Harca bir Facebookda təxminən 2 və ya 3 post paylaşmışdınız ümumi vəziyyəti idarə eləmək üçün və yenə də sağlıq olsun, bunlar saytlardan manşetə çıxdı. Saytlar sağ olsun, lazımı sözdən tuta bilirlər. Hətta şeylə qoymuşlar, filan kəsin ağzının payını verdi, susturdu, nə bilim, argumentlərlə. Amma yaxşıdır, sakitliyinizi qoruyub saxlamısınız, təmkin. Mən ümid edirəm ki, bu ayıq sürücü ilə bağlı da müəyyən mənada təmkinli cavablar verə bilərsiniz. Siz ümumiyyətlə nə düşünürsünüz? Bu serial haqqında, bu epizod haqqında nə fikirləşirsiniz? Ayıq sürücü mənə bir aktyor kimi, sənətkar kimi. Şərt deyil ki, illah yəni orada nəyisə canlandırası obraz. Məntiqlə götürəndə Rasim Balayev heç Alatavada yer almırdı. Ona görə insan, mən ayıq sürücüyə baxmışam, dostlarımız seçib. Əlini tanıyıram, senaristini, Elvini tanıyıram, aktyorları tanıyıram. Yəni, sadəcə olaraq burada elə bir məsələdir ki, gərək qızıl ortanı tutasan. Yəni, mən demirəm, biz ya gərək kinolarımızda heç birində yer adı bildirməyək, ya da özümüzdən yerlər uyduraq. O da, yəni yeri də uyduranda bir növ o da şeydir ki, bu haradır, niyə belə qarışıqdır və s. Amma yaxşı ki, həll olundu, yaxşı ki, bir ortaq məxrəcə gəldilər və qadasız, balasız keçdilər. Ümumiyyətlə, insanların bunu etiraz eləməyi nə qədər doğrudur? Vallahi, o insanlar baxır, harada yaşayan insanlar da baxır, orada nədən gedir söhbət. Sadəcə məncə orada bir küçənin adının olmağı, konkret bir ünvan olmağı ola bilər müəyyən insanları qıcıqlandırsın. Birbaşa məhəllənin təqdim olunmalı. Yəni daha belə ortaq məxrəcə gəlmək olar. Mən demirəm ki, yəni ümumiyyətlə filmlər çəkilən filmdən nəyəsə etiraz olunub sildirilməsi də xoş hal deyil. Sənətdir. Ya orada konkret kimsə nəzərdə tutulmur, bu müəyyən təxəyyül məhsuludur. Real hadisələr bunu soruşacaqdım ki, belə etirazlardan sonra filmdə hansısa bir epizodun silinməsi və ya küçənin adının dəyişdirilməsi nə qədər doğrudur yəni? Yəni, o artıq qərar həmin adamlardandır. Əgər, məsələn, bizdə də belə hallar olubdur, müəyyən kompromisə gəlmişik. Cəmiyyətdə yaşayırıq, müəyyən qədər uyğunlaşırıq. Onlar açıqlama verdilər ki, biz sadəcə olaraq həmin o kütləyə uduzduq. Belə bir açıqlama verdilər. Əligil də,
Sadəcə sizcədir bu mənim bu aralar başım tamam başqa şeydən. Mən tam yaxından izləyə bilməmişəm. Siz sual verirsiniz, mən biraz yadıma salmağa, belə uydurmağa çalışıram. Amma yenə deyirəm, məsələdən ümumi belə qıraqdan xəbərim var. Heyf ki, belə alınıbdır. Həm etiraz, həm də silinməsi yaxşı hal deyil. İnsanlar məncə etiraz eləməməlidir. Məncə heç bir video silinməməlidir. Onun üçün də vaxtıkən bir Cənub şəhərində olan kimi məncə uydursaydılar yer adını daha yaxşı olardı ki, yaşadığımız cəmiyyətən azından tanıyırıq. Bir Cənub şəhərində doğrudan da möhtəşəm idi o şey. Uydurulmuşdu, kənd var idi. Bütün nə söyüşləri, nə sözləri var idisə deyə bilirdilər rahat. Amma olur, təcrübə, yəni inşallah növbəti seriyalarda, yəni inşallah dostlarımız həvəsdən düşməzlər. Bu onları heç cür saxlamaz. Növbəti seriyalarda sadəcə daha həssas məqamlarda diqqətli olaq. Bəs hazırda olmaq istədiyiniz nöqtədəsizmi? Yəni bütün hədəflərinizə çatmısınızmı? Hə, məncə arzuladığım, yəni institutda oxuyarkən arzuladığım bir karyeraya sahib ola bilmişəm. İnsanlar tərəfindən tanınıram, sevilirəm. Onları görən, onların o gözlərindəki sevinç çox xoşdur, inanın. Yəni o hissi görmək həmişə mən tələbə vaxtı, tələbəlikdən sonra da hər dəfə Targov küçəsinə daxil olanda deyirdim ki, bura düzgün məşhur adam kimi, mən bura düzgün məşhur adam kimi gələcəm və o arzumu həyata keçirdə bilmişəm ən azından. Əsas odur, bax, ən vacib məsələlərdən biridir. Və bu məşhurluğun gətirdiyi uğurlardan ziyadə insana nələrsə həvəsləndirdiyi də olur. Məsələn, vaxtilə siz səhv eləmirəmsə, restoran, kafe biznesinə də girişmişdiniz və oruca desək, bir növ bu işi batırmışdınız. Yəni, bu nə ilə bağlı idi? Ümumiyyətlə, təcrübəsizliyimi əsas problemi idi, yoxsa sadəcə cəhd eləmişdiniz və alınmamışdı? Mən bu vaxtda danışmışam bundan qabaq podkastda. Yəni hərə bildiyi işlə məşğul olsa daha yaxşı olar fikri var. Məncə də, yəni çünki o sahə mənim üçün çox yad idi. Ya da ki, o sahədə də bilən adamları tapmaq lazım idi. Sadəcə biz 3 dostun avanturist belə arzuları idi. Elədi, şükür, yəni altından çıxdıq, amma böyük ziyanlar olsa da, amma artıq keçmişdə qalıb. Yəni bir dərs oldu. Yeni bir bənzər layihə, bənzər bir startap varmı ki, daha təcrübəli bir insan kimi bazara təzədən daxil olasınız? Sırf o sektorla bağlı yoxdur, amma demişəm, nə vaxtsa qayıdacam. Yəni çünki istəyirəm, o kafe olmasını istəyirəm, o ürəyim istəyən bir yer olsun ki, mən orada rahat oturum. Məsələn, hətta mən sizə belə bir təklif də verə bilərəm ki, böyük bir restoran kimi nəsə yaratsınız, bunun içərisindəki kabinetləri hər birini bir filminizlə və onların detalları ilə bəzəmək kimi variant ola bilər. Məsələn, Zəhər Tulğundakı kimi və s. Bu formada hər birinə aid obrazlar və detallardan istifadə edib. Məncə yaxşı fikirdir. Qəşəng fikirdir. Amma hələ məni tırkalamayın, xahiş edirəm. Qəti. Sadəcə ağlıma birdən gəldi ki, mən şəxsən gedib baxardım. Yəni orada oturub, hətta otaqda oturub filmlərə də baxardım. Hər kabinetdə. Yaxşı konsept, amma görə mənim çox böyük pərəstişkarlarım olsun ki, sırf onlara görə ora gəlsin. Çox böyük pərəstişkar demişkən, çox böyük pərəstişkardan kimləri tanıyırsınız? Yəni sizin pərəstişkarların içərisində çox böyüklərdən kimləri var? Çox böyük dediniz, yaşda böyük yoxsa? Yox, yaşda olsa da o ola bilər cılız bir insanı. Mən nöqtə olaraq, yəni olduğu yer olaraq deyirəm. Yüksək çinli. Bilmirəm vallahi. Yəni çox adamdan o xoş sözləri eşidirəm, amma birbaşa deyə bilmərəm ki, filan kəs mənim pərəstişkarımdır. Amma yaşda da məndən böyük olan, sənətdə də məndən böyük olan bəzi insanlardan o məni görəndə o belə gülümsəməkləri, belə qucaqlamaqları və s. də hiss eləmişəm ki, mənim çəkdiyim filmlər, oynadığım rollar onların xoşuna. Məmurlardan bir zəng gəlir ki, Talib bu dəqiqə çıxdıq ha kinodan. Nə o şeydir? Məmurlarla belə bir yaxın dostluğum yoxdur açıq. Amma yox, belə olubdur. Məsəl üçün bizim kafe işlədəndə deputatlardan biri gəlib nömrəsini qoymuş ki, nəsə problem olsa yığsın, belə bir addım olub. Kifayət qədər dövlət qulluğunda, yəni olur müəyyən tədbirlərdə görürəm, onlar da həmişə deyirlər ki, nə lazım olsa, amma mən biraz o baxımdan utancaq adamam deyə müraciət eləmirəm. Bu təkcə utancaqlıqla bağlı deyil də, yəni. Yəqin. Başqa nə ilə bağlı? Biraz bəzən qürur məsələsi də var. Nəyisə istəməmək məsələsi də var. Hər şey, o da həmçinin ola bilər. O biraz daha real gəldi mənə. Kənar müşahidəçi kimi. Yəni elə bir hala cümləmi daha formalaşdırım. Yəni əgər adam karıxırsa, deməli orada həqiqət var. Yəni qürur eləsi bir şey deyil, sadəcə olaraq ehtiyac görməmişəm. Bir də bəzi şayiələr yayılıb. Mən istəmirəm yenə də şayiələri yayım, biraz da artırım, amma soruşmalıyam ki, bəs Talihgilin Əlixangillə araları dəyib falan belə bir iddia var. Yox, dünən görüşmüşəm Əlixan. Çox əla cavab et. Dünən görüşünüz, barışdınız yoxsa necə?
Yox, mütəmadi görüşürük, arada orada yayılır, biz mən onu eşitməmişəm. O var idi, bəzi yerlərdə mən görmüşdüm. Rəylərdə falan bir-iki nəfər yazmış. Özünüzdən aşağıya. İstəsəz mən sonra göstərərəm bilərəm, tanımıram şəxsən heç. Olur da bəzən deyirlər ki, bunlar niyə görə indi mütəmadi. Axırıncı filmində də Əlxam. Bəli. Mənlə bir yerdə oynayırdı. Mən də növbəti işində inşallah varam. Yox, elə bir şey yoxdur. Şayələrdir bunlar. Şairlərdir, yəni reallığa istirət edirlər. Bir də mütəmadi demişkən oradan yadıma düşdü. Siz təxminən 1 və ya 2 il civarında, 1 il deyə, yoxsa il yarım, bu aralıqda sanki qeybə çəkildiniz. Arada bir boşluq oldu. Hətta özünüz də bunu sosial şəbəkədə paylaşıb demişdiniz ki, hə, artıq yenidən başlayır falan. O boşluq nə ilə bağlı idi? Həmin o bayaq kafe O söhbəti. batırmaq məsələsi. Bəli. Batırmaq pis çıxır belə. Batırmışdım, oturmuşdum üstündə. Yox, yəni deyək ki, alındıra bilməmək deyək. Yox, sadəcə olaraq başqa işlə məşğul oldum. Biraz vaxtım aldı. O işdən sonra onun problemləri ilə məşğul oldum. Və heyif ki, arada bir 2 ilimi itirdim və bu bir növ karyerada bir 2 il geri düşməkdir. Yeri qaydanda, yenidən başlayanda o 2 illik boşluğu hiss eləməniz? Əksinə çox doldum. Özüm şəxsən çox doldum o baxımdan. Məsəl üçün, bəlkə də filmini çəkdik. Hal-hazırda kinoteatrlardadır. Və bütün enerjimi ona sərf elədim və bu 2 il eləmədiklərim məndə başqa daha çoxlu ssenarilərin yaranmasına gətirib çıxardım ki, inşallah üstümüzə gələn müddətdə hamısını yavaş-yavaş eləyəcəm. Biletlər neçə idi? Hara? Bəlkə də filmlər. O kinoteatrdan asılıdır. 5 manata da var, 8 manata da var, 9 manata da var. O saatdan və kinoteatrdan asılıdır. Yəni kütləvi hiss olunurmu? Məsələn, maraq varmı? Özünüz hiss edirsinizmi bunu? Şükür. Yəni mən daha aşağı başlamağını gözləyirdim startdan, amma yaxşı başlayır. Adamlar gözləyirmiş sanki. Adamlar gözləyirmiş. İndi bundan sonra isə həmin baxan adamların başqa adamlara tərifləməsindən asılıdır. Yəni biz ikinci həftə başa düşəcəyik ki, insanlar bəyənib yoxsa yox. Tənqidlərə necə baxırsınız? Məsələn, deyək ki, Ömər Xəyyam oturur kulisdə və yaxud da bir başqası ayrı bir podkast layihəsində başlayır Talih Yüzböyovu yığıb sürməyə. Belə şeylərə necə yanaşırsınız? Tənqidi yanaşır. Tam normal. Yəni insanların o ilk vaxtlarda olur ki, sən tənqidin, linçin nə olduğunu bilməyəndə tənqid qəbul etmək çox çətindir. Amma zaman keçdikcə və yaşa dolduqca başa düşürsən ki, əslində yaxşı tənqiddən yaxşı heç nə yoxdur. Mən bir çox tənqidlərdən yaxşı ki, nəticə çıxarda bilib müəyyən şeyləri düzəltmişəm. Həm dost tənqidləri, həm tanımadığım adamların tənqidləri. Xoşa gəlməyən şey tənqiddən biraz qabağa keçməkdir. O biraz heç kəsin xoşuna gəlmir. Plus bir də özünü peşəkar sayıb, amma qeyri-peşəkar tənqid edən adamlara belə ciddi baxa bilmirsən sonra. Hə, bunlar daha çox diletant görünür. Hətta baxırsan iddiası peşəkar tənqid eləməkdir, amma ümumi sözlərlə danışır və başa düşürsən ki, yəni sən arzuladığın yerdə deyilsən. Adam da var ki, sizə qarşı və ya ümumiyyətlə tənqid elədiyi insana qarşı qıcıqlıdır, ürəyi partlayır, kin-kudurət yağır. Onu bir növ qısmalar. Onda kifayət qədər rastlaşmışıq, amma yenə deyirəm, zamanla öyrəşirsən. Əvvəlki vaxtlar daha həssas yanaşırsan, biraz əsəbləşirsən. Amma zaman keçdikcə, ya bir şey çoxaldıqca o normallaşır. Tərif də, tənqid də. İlk dövrlərdə də təriflər bir adam belə ürəyindən yağ kimi keçirdisə, sonradan elə bir ki, belə də olmalıdır. Yəni mütəmadilik şeyi gətirir, adilik gətirir. Amma bəzən elə olur ki, təriflərin içində elə söz olur, sən toxunur, oturursan belə bir də oxuyursan və yaxud da elə tənqid olur ki, yenə də toxunur sənə. Oturursan belə bir dəfə də oxuyursan, 2 dəfə oxuyursan, istəyirsən cavab ver. Sözcüvə nömrəsini yığırsan. Hə? Elə şeylər yox. Bir şey də soruşum. Mən dəfələrlə bunu müşahidə eləmişəm. Maraqlıdır ki, biz Talih Yüzböyovu televiziyalarımızda o qədər də çox görə bilmirik. Məsələn, sosial analitik verilişlərdə, cəmiyyətin ictimai həyatı ilə bağlı olan layihələrdə ekspert qismində, qonaq qismində Talih Yüzböyov demək olar ki, iştirak eləmir. Nə ilə bağlıdır bu? Özüm maraqlı deyiləm həkimdən. Yəni mən hər hansısa bir mənim sahəmə aid olmayan şeyə gedib fikir bildirmək kimi öhdəliyim yoxdur və biliyim yoxdur. Öz sahəmdə də belə mən hər şeyi bilmirəm ki, gedib orada kiməsə nəsə başa salım. Və həmçinin belə verilişlərə və s. çox meyilli deyiləm. Çünki daha yaxşı olar, çünki vaxt elə bir şeydir ki, onu daha yaxşı olar produktiv istifadə edəsən. Yəni siz buna görə getmirsiniz. Yəni zəng gəlir ki, televiziyalardan bəs Talih bəy, nə olar bir dənə gələndə ödəniş deyirik. Ödəniş heç kəs təklif eləmir. Eləsinə düşünmüyorlar. Yox, açığı meyilli deyiləm. Emil var ya, bu rejissor Emil bəy, Emil Quliyev. Emil Quliyev. Bəli. Deyir ki, bəs mənə ödəniş olunmalıdır, ondan sonra getməliyəm. Dünya praktikasında elədir. Yəni, bizdə amma deyil. Yəni.
Əsl elədir. Yəni mən hələ indiyə kimi eşitməmişəm ki, kiməsə verilişə qoşulmağına görə qonorar təqdim olunsun. Amma dünya praktikasında necədir? Sən əgər insanı gətirirsən, onun vaxtını sərf edirsən, onun simasını sərf edirsən, ona görə onun ödəniş edirsən, çünki sən özün bu layihədən pul qazanırsan, sponsorlardan və s. Bizdə amma təəssüf ki, o sistem qurulmayıb. Həmçinin bizdə efirlərdə elə bil insanlar özü meyillidir çıxmağa deyə, ona görə elə ödənişli sistemə keçmir. Hə, insanlar çıxmağa meyillidir deyə. Yəni müəyyən sənətkarlar meyillidir. Amma yaxınlarda müşahidə elədim, Elmi bəy də deyəsən artıq ödəniş olmadan verilişlərə çıxmağa başlayıb. Çünki bir neçə müsahibəsini falan gördüm, düşündüm ki, bu qədər zəngin deyil bizim kanallar. Hamısı birdən... Vallahi, yəni o haqda heç Emillə danışmamışıq. Yenə deyirəm, o seçimdir. Kimlərsə xoşlayır çıxma. Yəni bu bir növ zövq məsələsidir, hobbi məsələsidir, nə bilim, istək məsələsidir. Kimsə istəyir çıxır. Mən məsəl üçün film PR dövrü çıxıram, bəli, müsahibələrə və efirlərə. Məsələn, dünən efirdə olmuşam, sabah efirdə olacağam. Bu işlə bağlı, bu da dünya praktikasıdır. Hər bir aktyorların, rejissorun öhdəliyi olur ki, filmdən sonra onun PR kampaniyasında efirlərə və s. getsin. Amma belə normalda sağ olsunlar, dəvət edirlər, bir də istədiklərindən edirlər, amma nə vaxtım, nə həvəsim olmur. Aydındır. Bir məsələn də soruşum. Biz bu dəqiqə müsahibə elədiyimiz gün aprelin 8-idir və bir neçə saat bundan əvvəl məlumat aldıq ki, Azdramada Əli Nurun üstünə hücum ediblər, Azərbaycan Xalq Artisti və onu hücum ediblər, orada qırğın davadır. Bu aktyorlar bir-birini niyə görə qırır? Nə alıb verə bilmirlər? Ümumiyyətlə, bu sferada nəsə elə bir şeytan tükü var. Hamı bir-birinin üstünə hücum çəkir. Nə ilə bağlı? Sadəcə bu sferada olan insanlar göz qabağında deyə görsənir. Məncə bütün sferalarda o cür qalmaqallar. İnanın ki, başqa, yəni məktəbdə də olur elə şeylər, xəstəxanalarda da olur elə şeylər və başqa iş yerlərində də olur. Sadəcə aktyorlar göz qabağındadır deyə, ona görə və insanlara maraqlıdır onların qalmaqalı və yaxud da həyatı, ona görə də elə şeylər olur. Tam uzağam, xəbərim yoxdur. Yəni nə baş verdiyini sizdən eşidirəm. Film sektorumuzun gələcəyi. Bu həmişə və hamının verdiyi sualdır, amma mən bir də şey tərəfdən baxıram. Artıq müəyyən tendensiyalar dəyişir. Müəyyən mənada ictimai televiziyanı özünü götürək və Azərbaycan Dövlət Televiziyasını götürək, fərqli-fərqli layihələrə imza atmaq istəyirlər və nəsə elə bil etməyə çalışırlar. Yəni bu tendensiyaların haqqında Azərbaycan filmi də Gürcüstan filmi kimi, Türkiyə kimi, yəni yaxın qonşu ölkələrə nəzərdə tuturam. Nəsə fövqəladə bir uğur əldə edə bilərmi və bu uğurda sizin imzanız ola bilərmi? Nə xoş olar mənə əgər elə bir uğur olsa və orada mənim də imzam olsa. Məncə inkişaf gedir. Məncə artıq təzə nəsil gəlir və onlar öz filmlərini çəkir. Heç nə 10 il, 15 il əvvəlki 15 il qabaqçı kimi deyil. Artıq müəyyən istedadlı insanlar yetişib, özü öyrənənlər var, təhsillilər var. Və işlər görülür və nümunəsi kimi də yəni uğurlarımız var. Hilal Baydarovun Venesiya Festivalının əsas müsabiqəsində tam metrajlı filmlərdə yarışması, Azər Quliyevin Cannes Film Festivalının qısa metrajlı filmlər nominasiyasında yarışması. Yəni bu göstərir ki, artıq Azərbaycanda, yəni ən azından son 5 ildə, səhv eləmirəmsə son 5 ya 6 ildə 2 filmimiz beynəlxalq festivala çıxa bilirsə və müəyyən kassa uğurlarımız var, yəni öz daxili bazarda belə uğurlu gedən filmlərimiz və s. var. Bu göstərir ki, filmimiz 10-15 il əvvəlkindən daha irəlidədir. Çoxlu istedadlı aktyorlarımız yetişib, rejissorlarımız, ssenaristlərimiz var. Məncə, mən Azərbaycan kinosunun gələcəyini işıqlı görürəm. Sadəcə indiki olan sistemsizlik, indiki olan düzgün qurulmayan iş prinsipləri biraz ləngidir prosesi. Sizcə Zəhər Tulğu kimi filmlər bir 100 ildən sonra əvvəlki filmlərimiz kimi klassika ola bilərmi? Yəni rahat-rahat oturub YouTube-da adını axtarışı verir, məsələn Bəxt Üzüyü deyək, Tütək Səsi, Evlənmək istəyirəm, Arşın Alan kimi klassik film olaraq izlənilə bilərmi? Yəni rahat-rahat oturub baxacağıq, yoxsa dadı duzu elə həmin gün baxılası filmlərdən? Vallahi onu zaman göstərəcək. Yəni əgər biz indi məsəl üçün dediyimiz sadalı filmlərə baxırıqsa, həmin ildə çəkilən bir sıra başqa filmlərə baxmırıq demək. Çünki onların adını da bilmirik. Yəni hərəsini siz dediyiniz film biri 90-lara aid idi, biri 40-cı illərə aid idi, biri 70-ci illərə aid idi. Yəni ayrı-ayrı zaman kəsiyindən danışdınız və həmin dövrlərdə kifayət qədər çox film çəkilib. Əgər o filmlər tarixə düşübsə, deməli onların arasından süzülüblər. Zəhər Tulğu və onun kimi çəkilən filmləri də yenə də bir tarix göstərəcək. 2010, biz 2021-də çəkmişdik. Yəni 2021-ci ilin filmlərindən kimsə baxsa nə baxsa ki, 2021-də Zəhər Tulğu çəkilib. Onu tarix göstərəcək. Onu indi proqnoz ancaq arzulaya bilərəm.
Hansı sizin xarakterinizə daha yaxındır? Orta statistik Azərbaycanlıdakı bu Azərbaycanlı ifadə. olsun Rasim olsun. Mən onu Azərbaycanlı deyirəm çünki Rasimlər indi rəylərdə deyəcəklər ki, mənim adımı niyə orada istifadə edir? Buzovna məsələsi. Yəni orta statistik Rasim yoxsa Zəhər Tulova? Yəni hansı daha sizin xarakterə yaxındır? Oradakı qəhrəman yoxsa digəri? İkisindən də nəsə var məncə. Yəni adam istər-istəməz yazanda özündən istər-istəməz nəsə qatır. Kimsə müşahidə edirsən, kimdənsə bəhrələnirsən əlbəttə, amma istər-istəməz sən o insanı tam 100% tanımadığın üçün özünün müəyyən münasibəti olur işə. Ona görə məncə mən əsəbləşəndə Zəhər Tulova oluram, tələsəndə Rasim. Özümə də şah obrazı var sizdə. Yəni indiyə qədərki obrazların içərisində. Şah. Şah, yəni ən yaxşısı. Master deyək. Olur bəzən deyirlər hələ yaratmadığım obrazı, ən yaxşı obrazı. Mən həmişə fikirləşmişəm ki, ən yaxşı elədiklərim hələ olmayanlardır. Yenə həmin cavab. Hə, amma məncə Rasimi daha çox sevirəm bir obraz olaraq və indiki bəlkə də filmindəki ixtiraçı obrazı məncə kifayət qədər qəliz belə çox tərəfli obraz idi. Ona görə məncə o da yaxşı alınıb. O da mənim sevimli obrazlarından birinə dönüb. Dibdə obrazımı sevirəm. Məsəl üçün o Əlixanla dib çəkmişdi o. Müdir obrazı, hə? Müdir obrazı pul təklif edir. Hə, o xoşuma gəlir. Bir anlıq elə bildim ki, orada nəsə həqiqətən də sizdən hansısa bir detal var, amma tuta bilmədim tam. Yəni bir müdir olsaydı necə olardı, maraqlı gəldi. Orada bir dənə mənə aid detal var. Mən də Semisk Kalvasını çox xoşlayıram. Kalan elə bir şeyim yoxdur. Bir də reklamlarda bir obrazım var idi. Birinci dərəcəli dostu, o da xoşuma gəlir. Belə bol-bol belə. Ürəyi dostuna verən bir obraz. Böyrəyini dostuna verən, o da xoşuma gəlir. Televiziya sahəsində, yaxud da ki, filmlərdə və ya seriallarda deyə ümumiyyətlə, bu sferada qarşınıza sədd çəkən nələrsə olubmu? Yəni, əlinizi qolunuza bağlayan şeylər və ya kimlərsə? Kimlərsə rast gəlməmişəm, olsa belə görməmişəm kimdir. Amma belə bu iş adamdan böyük iradə və sənə çoxlu pul tələb edir. Yəni, iş çox pul tələb edir. Aşağı-yuxarı bütün işlərimizdən böyük problemimiz başda duranı maliyyə olub ki, bu məsələlər pulla həll olunan məsələlərdir və biz qadan alım, qurban olum, quzu kəsərəm, dostluq naminə və s. ilə yenə kimi filmləri çəkirik. Doğrudan. Yəni pulsuz çəkmirik, amma yenə də hamı necəsə minnətli düşürsən də. Deyirsən bu işi neçəyə görərsən, deyir buna. Quzu kəsərəm, bunu eləyək. Çünki mən sənə bunu versəm, buna heç nə verə bilmirəm. Belə balanslaşdırırıq. Sonra filmdən gələn gəlir nədə kompensasiya eləmisiniz? Bəzən də filmdən gəlir, gəlmir heç. Ümumiyyətlə. Olur da yəni filmlər. İnşallah ki, bəlkə də filmi tam istədiyiniz gəliri gətirər. İnşallah yaxşı olar. Həm bizə motivasiya verər, həm növbəti işlərimizə təkan verər ki, yəni artıq bunu gördük, uğurlu aldı, keçək növbəti işə. Buna adətən dava yaradan sual deyirlər, amma mən bu sualı bütün aktyorlarımıza verirəm, yəni sual verdiyim bütün aktyorlara. Ən çox bəyəndiyiniz və bəyənmədiyiniz bir neçə aktyorun adını çəkin. Bəyəndiklərimi kifayət qədər demişəm, yəni çoxdur. Siz gənclərdən soruşursunuz yoxsa? İstənilən kateqoriyada, məsələn, həm gənclərdən birini deyin, yaşlılardan da birini deyin, orta nəsildən. Azərbaycan məncə gəlmiş keçmişlərdən mənim sevdiyim ən 3 aktyor deyəcəm. Sevdiyim. Yusif Vəliyevi çox sevirəm. Məncə o aktyor heyif ki, məncə layiqincə qiymətdən olmayıb. Kifayət qədər rol oynamayıb. O qədər də populyarlaşmır. Hə, o qədər də, amma çox, yəni onun hər roluna baxanda mən deyirəm ki, müəllim sən neynəmsən? Müəllim sən çox yaxşısan. Fazil Salayev çox xoşuma gəlir. Dünənləri elə televiziyadan verirdilər, rəqibləri göstərirdilər. Mən baxdım ki, mən kövrəlmişəm və ağlamaq istəyirəm. Həmin o musiqini çox sevirəm. Məncə Azərbaycan kinosunda ən yaxşı musiqi sırf Hüzn Vaysıdır. Elə kifayət qədər də istifadə eləmişəm videolarımda. Akşin Əlizadənin bəstəsidir. Və bu bəziləri o sizdən sonra tanıyıb o. Ola bilər. Blokladılar bu yaxınlar TikTokda. Hər hüquqları kimdəsə xahiş edirəm, açın. YouTube'da, TikTokda istifadə eləmişdim, bloklanmışsınız, amma okey. O musiqini çox sevirəm. Hə, Fazil Salayev məncə çox yaxşı aktyor idi. O da layiqicə məncə qiymətləndirilməyib, layiqi yerini tuta bilməyib. O bəxti gətirməyən aktyorlardır, dediyim ikisi də. Səməndər Rzayev çox sevirəm. Səməndər Rzayev çox yaxşı aktyor olub. O şükür yenə nisbətən daha çox oynayıb, amma heyif ki, o da çox qısa ömür yaşayıb. Və bir dənə də deyim, Yaşar Nuri. Yaşar Nuri'nin də, yəni o hər tərəfli həm sevilib, həm
heyif ki, o da yəni bizə lazım olan qədər yaşaması da Səməndər Rzayev çox Belə peşəkar insanlar dünyasını dəyişəndə neçə yaş olur olsun, adamda itki. Elə bir yaxın adı istər-istəməz Sanki yarımçıq yaşayırmış. biz onlarla, yəni bizim 90'ların uşaqlarında televiziya, bir dənə televizor var idi. Başqa heç bir yəni biz hamımız bir nöqtəyə baxırdıq. O bir nöqtədə də olan adamlar bizə doğma idi, yəni. Kimi aparıcılarından tutmuş, aktyorlarına, hətta nə bilim, kimisə bir dəfə televizor görürsünüz, o da elə bir ki, sən tanıdığın adama dönürdü. Ona görə məsəl üçün keçmişlərdən bu aktyorları kifayət qədər çoxdur, sadəcə olaraq indi soruşdunuz. Keçmişlər artıq geri qayıdıb cavab verə bilmir deyə, o daha rahat. Cavanlardan da çox xoşlayıram. Rasim Cəfəri çox sevirəm. Rasim Cəfər məncə Azərbaycan kinosunun başına gəlmiş ən yaxşı hadisələrdən biridir. Hikməti çox xoşlayıram. Hikmət, yəni aktyor olaraq öz xarizması, Azər, Səmimi Fərhad. İndi onlar başqa kimlər var? Və kifayət qədər Ancaq kişiləri demirsiniz ha bayaqdan. Hə, qadınları da deyil. Bu cinsi ayrı seçki ilə bağlıdır. Şəfiqə Məmmədova, yəni məncə. Yox, cinsi ayrı seçki. Sadəcə olaraq özümü assosiasiya eləmək, yəni oxşamaq istədiyim, yəni onlar kimi peşəkar olmaq istədiyim adamları dedim də yəni. Şəfiqə Məmmədova məncə çox yaxşı aktrisamızdır. Bir dəfə dediyim bəs. Bir dənə də Bir dəfə də Şəfiqə deyin. hə, çox dedi. Yox, yəni başqaları yoxmuş kimi gəldi. Bitirdi sanki. Doğrudan qadın aktyorlarda sanki Yox, var, kifayət o qədər deyil. istedadlılar var. Oğlanlarda daha çoxdur sanki kişilərdə. Təəssüf ki, bizdə hə, aktrisa sən istedadlı adamlar olur, bəzən Mövqedə görmək istəmirəm amma ailə həyatı qururlar və s. və sənətdən gedirlər. Bəzən ümumiyyətlə həvəslərini itirirlər. Amma kifayət qədər məncə istedadlı aktrisalarımız var. Mən bu yaxınlarda Günay Əhməd, bu yaxınlarda bir yerdə işlədik. İstedadına bir daha bələd oldum. İranə Kərimova filmdə bir yerdə. Yəni onlar da kifayət qədər Azərbaycan kinosu elə bir ki, gələcəyi deyə bilərəm ki, onlar da gələcəkdə nəsə ola bilər yəni. indi də nəsələr, gələcəkdə lap yaxşı olacaq. Bu qətiyyən onlara qarşı qərəzin münasibətindən qaynaqlanmır. Yəni istedad olaraq dedim ki, adam var istedadlıdır və acamba bacarıqlıdır yəni. Bir şey də soruşum. Bəs bəyənmədikləriniz? Bura qədər harca bir 7-8 nəfər demisiniz, hamısı da bəyəndiyiniz. Bəyənmədiklərimi deməyəcəm, çünki ümumiyyətlə mən bəyənmədiyim şeylər haqqında danışmağı xoşlamıram. İnsanlar yaxşı olar ki, bəyəndiklərindən danışsınlar, nəinki bəyənmədiklərindən. Bəyənmədiklərinizdən danışmırsınız. Və sondakı iki sualımı verim, ondan sonra da yekunlaşdıq, hər hansı bir qeydiniz olmasa. Bəzi iddialar var, iddialar deməyək, müəyyən mənada mediada, o cümlədən sosial şəbəkədə olan iddialardır. Məsələn, buna bənzər iddialar Əlixan Rəcəbov haqqında da var idi, amma hazırda yoxdur, ortalıqda yoxdur. İddia da deməyək, fikir olaraq ki, məsələn, Talih Üzbüyov erkən parladı, tez parladı və tez də söndü. Sizcə bu iddia nə qədər doğrudur? Mən 2016-dan məşğulam. İndi 9 ildir artıq məşğulam. Bu tez deyil, sönməyə belə tez deyil. Amma yox, sadəcə olaraq o həmin o 2 il fasilə çox güman o fikri yaradıbdır. Amma yenə mənim elə birini yazdım, 2 yazılan film ssenarim var. Bundan əlavə bir 6-7 dənə YouTube üçün kontent beynimdə formalaşıb və həmçinin həm müəllif olacağım bir 3 ssenari də məni gözləyir hal-hazırda. Yəni kifayət qədər iş var. Sadəcə olaraq heyif ki, gün 24 saatdır, çatdırmaq olmur bəzən. Bəzən də gecə yarı belə işlədiyinizi demişdiniz. Küçələrdə gecə yarı çəkilişlər edirsiniz. Yəni səhərə qədər işlədiyimiz, yazdığımız və s. Sadəcə biz nəyə düzələn bilik? Və mən bu işi görmüşəm, mən müəyyən qədər özümü dəmə qoymalıyam əslində. Yəni belə rahatlamalıyam və keçməliyəm, amma bizim həyat tərzimiz imkan vermir. Biz bundan ona, ondan buna bir növ özümüzü biraz çox naqruska nə idi? Təzyiq altında. Hə, özümüzü çox belə gücə salmaq. Gücə salırıq. Və sonunda bir şey xahiş edəcəm, əgər etirazınız olmazsa, sizdən zəhləsi gedən adamlara Zəhər Toğundakı Adilin dilindən bir neçə kəlmə cavab versəz möhtəşəm olur. Salam. Niyə salam vermirsiniz? Çünki sizdən zəhləm gedir. Heç nə, qoy belə də yaşasınlar. Təəssüf ki, belə yaşamağa məhkumsuz. Nə deyib istəyirəm. Mən sonda sadəcə sizə təşəkkür eləmək istəyirəm. Bitdi suallarınız. Bəli, suallarımız bitdi. Əgər hansı bir qeydiniz varsa, buyurun. Təşəkkür edirəm dəvət elədiyiniz üçün. Qalmaqal yaradan suallar verdiyiniz üçün. Və
Onu demək istəyirəm ki, bayaqdan danışdığımız bəlkə də filmi kinoteatrlardadır. Kinoteatrlarda da baxıb bəyənib fikirlərinizi bəyənməsəz də yazsaz xoş olar. Çünki bu bizim növbəti işlərimizə necə deyə motivasiya verir. Təşəkkürlər Talih bəy. Minnətdarıq ki, suallarımıza səmimiz cavab verdiniz. Çox sağ olun. İntiqam. Mən ömrümün 2 ilindən keçib gedəcəm Böyük Britaniyaya. Həmin krallığın bütün ölkələrini, bütün kəndlərini gəzib, İngilis dilində, İngilis folklorunda nə qədər ağır söyüş varsa hamısını bir-bir öyrənib gəlib sənin üzvə deyəcəm.